çox yorulmuşam və artıq bu videonu çəkib paylaşmaq istəyirəm. İçimdəkiləri, hiss elədiklərimi, yaşadıklarımı dilə gətirmək istəyirəm. Mənə deməyin ki, niyə paylaşırsan? Bu hər kəs səni güclü bilsin, heç kim sənin zəif tərəflərini bilməsin, heç kim sənin bacarmadığını bilməsin. Mən bacarıram. Bəzi şeylər bacarıram. Özümə aid olan şeylər bacarıram, amma özümə aid olmayacaq şeyləri bacarmıram. Mən 12 yaşında, 10 yaşında qızıma həm ata, həm ana olmağı bacarmıram. Mən heç bir dəstək almadan, heç bir kömək almadan, heç bir yardım almadan mən tək başıma bu qədər şeyi bacarmıram. İşləyirəm səhərdən axşama kimi, yeri gəlir 2 işlə işləyirəm, əlimdən gələn gəlməyən hər şey eləyirəm, amma ortada tükənirəm. Ortada mən tükənirəm. 2 dənə evladım var, 2 qızım var. Aliment almıram, sosial yardım almıram, ailəmdən dəstək almıram. Evladlarım atamın, anamın yanındadır. Qardaşımın 3 evladı var. 3 evladı və mənim uşaqlarımın qaldığı evdə 10 nəfər yaşayır. 10 nəfər bilirsiniz nə deməkdir? Mən evladıma bazarlıq eləyib göndərsəm belə mən 10 nəfərə baxa bilmərəm. Mən təkcə o evdə evladlarımı bəsləyə bilmərəm. Başa düşürsünüz bunu? Deyirlər ki, pis gününü, çətinliyi çəkin. Necə göstərməyim? Niyə göstərməyim? Axı mən buna layiq deyiləm. İnsanlar var, qadınlar var ki, bəlkə də yaşadıkları hər şeyə layiqdir. Çəkdikləri bütün çətinliklərə bəlkə də layiqdir. Amma bunu hər kəs bilir. Bütün vicdan rahatçılığımla, iç rahatçılığımla deyirəm ki, mən bu yaşadıklarıma layiq deyiləm, yorulmuşam. Yorulmuşam, səhər tezdən durub yuxudan işləyərəm, köməyim olar. Alimentim alaram, sosial yardım alaram, ailəmdən, atamdan, qardaşımdan, yaxınlarımdan dəstək alaram. Bilirəm ki, ən azından tək deyiləm. Bütün hər şeyin yükü, hər şeyin məsuliyyəti mənim üstümdədir. Fikirləşəndə ki, uşaqlarımın hazırlığı, yeməyi, paltarı, osu, busu, sevgisi, bunu eləyəndə o birisini çatdıra bilmirəm. Sevgi verəndə geyimlərini çatdıra bilmirəm, geyimlərini verəndə yeməklərini çatdıra bilmirəm. Çünki vicdansız bir insanın, məsuliyyətsiz bir insanın, Allahı olmayan bir insanın qurbanı oldum. 10 ilim çürüdü, 10 ilim çürüdü bir qadın üçün. 10 il, bilirsiniz nə deməkdir? Əgər mən 10 il bundan əvvəldən başlasaydım, bugün mənim hər şeyim var idi. Amma mən çox sonradan ortada qaldım. Heç bir günahım olmadan, heç bir şey, hər ailədə söz-söhbət olur. Mən demirəm, qadının da səhv olur, ailədə kişinin də səhv olur. Amma onun elədikləri irgəncliklər, mundarlıqlar bizi gətirib ayrılmaq dərəcəsinə çatdırdı və mən məcbur qaldım. Məcbur qalıb, mən boşanmadım, mən ayrılmadım, o bizi məcbur buraxdı ayrılmağa. Onun bizi məcbur buraxdığı şeylər, bütün hamısının əziyyətini mən çəkirəm heç bir günahım olmadığı halda. 2 dənə özüm boyda qızım var və mənim 30 yaşım var. Çatdıra bilmirəm. Siz nə yaşayırsınız? Siz nə yaşayırsınız? Siz nətər deyirsiniz ki, göstərmə, bilməsinlər, nəyi bilməsinlər? Niyə bilməsinlər? O insan gedib ailə qurub, öz həyatını yaşayır, bütün günü yeyir, içir, gəzir öz üçün. Amma nə uşağını axtarır? Mənə lazım deyil, başa düşürsünüz? Mənə onun heç nəyə lazım deyil. Amma uşaqlarına lazımdır. Axtarmasın uşaqlarını, istəmir axtarmasın, zaten axtarmır. Zaten uşaqlarım da onu görmək istəmir. Artıq uşaqlarım bəlkə də onu unudurlar. O yaranı, o ağrını, o acını içinə bastırır. Bəlkə də mən ağrımayım deyə, mən incinməyim deyə istərimə bastırıb unutmuş kimi göstərirlər. Hərdən qızım mənə deyir ki, ana, vallahi istəmirik, vallahi axtarmasın, lazım deyil. Sən varsan bəsdir. Bu sözü mənə deməkləri mənə güc vermək üçün deyirlər. Amma istənicə bəlkə də ürəkləri gedir atalar üçün, bəlkə də onu bir dəfə görmək üçün, bəlkə də onu bir dəfə qucaqlamaq üçün. Amma sən nə qədər vicdansız bir insan olasan ki, sən illərlə sənin əziyyətini çəkən bir qadına, sən 2 dənə gül kimi balana bu qədər əziyyət çəkdirəsən. Heç nə olmamış kimi gedib orada burada küçələrdə həyatını yaşayasan, küçə qadınından həyatını yaşayasan. Bunun vicdanını, bunun yükünü nətər daşıyarsınız? O uşaqlar mənim soyadımda deyil. O uşaqlar mənim adımda deyil, sizin adınızdadır. Özü yetmirmiş kimi, ailəsindən heç bir kəs, sanki bu uşaqlar o evdən çıxmamış kimi, sanki bu uşaqların orada heç bir haqqı yoxmuş kimi rahat həyatlarını yaşadılar. Mən bugünə kimi sustum sakit. Bir şeyləri yoluna qoymağa çalışdım. Elə bil ki, bu mənim qədərimmiş kimi, bu mənim həyatım belə olmalıymış kimi. Mən özümü adaptasiya elədim ki, sən bunu eləməlisən, bu belə də olmalıdır. Amma bu yerdə, bir yerdən sonra oturub fikirləşirəm ki, axı niyə? Niyə mən bunu yaşamalıyam? Niyə mən bu qədər əziyyəti tək başıma çəkməliyəm? Niyə mən bu evladı tək başıma dünyaya gətirmədiyim halda? Niyə bu evladların yükünü tək başına çəkməliyəm? Çünki bacara bilmirəm. Qismən bacarıram. Gücüm çatan qədər bacarıram. Axı mən kişi deyiləm, axı mən robot deyiləm ki, mən 50 dənə yerdə işləyim. Gedirsən, müraciət edirsən, alimentlə bağlı deyirlər ki, alimentə görə boşanmısan yəqin ki. Alimentə görə mən necə boşanam? Mən bu qədər əziyyət çəkirəm. Bir insan 300 manata görə necə boşana bilər? Bir insan evin içində hər şey yerində olduğu halda, yeməyi, içməyi, heç bir sıxıntısı, çətinliyi olmadığı halda 300 manata görə necə boşana bilər? 100 manata görə bir qadın necə boşana bilər? Nə qədər vicdansız danışırsın? Gedirsən, müraciət edirsən, baxmırlar. Kim kimin tanışıdır, kim kimin dostudur, kim kimin yaxınıdır, baxmırlar. Heç kimə maraqlı deyil ki, sən nə əziyyət çəkirsən, sən nə qədər yorulmusan, nə qədər tükənmisən, bu heç kimə maraqlı deyil. 30 yaşım var. Və mən çox yorulmuşam. Və bunu yansıtdığım üçün də ya pessimist oluram, ya duygusal insan oluram, ya dərdini danışan biri oluram. Allah şahiddir, bilənlər bilir, tanıyanlar bilir ki, mən ayaqlarım üstündə duram, öz əziyyətimlə qazanan, zəhmətimlə qazanan bir insanam. Amma bacarmıram bəzən, tükənirəm, yoruluram. Çünki evladlarım böyükdür, onların istəkləri də böyükdür, xəyalları da böyükdür, gələcəkləri də böyükdür. Fikirləşəndə ki, mənim evladlarıma gələcək lazımdır, bugünü idarə edə bilərəm. Dünəni də idarə elədim, bundan 4 il əvvəli də idarə elədim. 4 ildir ki, bütün çətinliyi tək başıma çəkirəm. Heç bir dəstəksiz, bunu Allah şahiddir ki, heç bir dəstəksiz bütün çətinliyi tək başıma çəkirəm. Amma bundan sonrasında yoruluram, tükənirəm. Çünki evladlarım böyür, onların təhsilləri, onların geyimləri, onların heç kimdən geri qalmamaqları, onların həm ata sevgisi, həm ana sevgisi, həm nənə baba sevgisi, həm əmi dayı sevgisi, bunun hamısı mənim üstümdədir. Bəlkə elə qadınlar var ki, onlara əl uzadan var, bəlkə elə qadınlar var ki, onlara dəstək olan var, amma məndə mən varam. Mən varam deyə bu qədər səsimi çıxardıram, mən varam deyə bu qədər bağırmaq istəyirəm, səsimi çatdırmaq istəyirəm ki, dövlət də baxmır. Heç kim baxmır, heç kim maraqlanmır, heç kimə maraqlı deyil ki, bir qadın dövlət üçün 2 uşaq oxudur, 2 uşaq böyüdür, nə ilə böyüdür, necə böyüdür, sabah uşaqların əxlaqından, tərbiyəsindən, təhsilindən, hər şeyindən mən cavabdayım. Amma heç kimə maraqlı deyil ki, cavabdayım olduğum şeyləri mən tək başıma necə bacarım, necə bacarım. Həyat qursam bir söz eləyərlər, yanımda kimisə görsələr bir söz eləyərlər, nə bilim,
Səhv addım atsan hər şeyə bir söz eləyərlər. Amma sənin pis vəziyyətinə, sənin çarəsizliyinə, sənin təkliyinə, sənin yorğunluğuna heç kimsə çıxarmaz. Mən çox yorulmuşam, sizi bilmirəm. Tükənmişəm və haqqımı, evlatlarımın haqqını tələb edirəm. Mən özümün 10 il çəkdiyim əziyyətin haqqını tələb edirəm. Mən 12 yaşında, 10 yaşında qızımın haqqını tələb edirəm. Çünki biz üçümüz də yorulmuşuq. Evlatlarımı gah xalası ilə aparıb qoyuram, gah qardaşımın yanına qoyuram. Bacarmıram çünki. Tek başıma bacara bilmirəm. Biraz orada qalır. Uşağın da psixologiyası pozulur. Özüm gətirirəm yanıma, burada saxlaya bilmirəm. Gedirəm orada iş tapa bilmirəm. Heç bir şey eləyə bilmirəm. Çarəsiz beşimi yığıram, aparıram, gedirəm evlatlarımın yanına, orada bir şey eləyə bilmirəm. Yenə eyni qayda ilə qayıdıram, gəlirəm, burada bir şey eləyə bilmirəm. Yorulmuşam. Bəlkə bu videomu kimsə görər. Kiminsə Allah sevgisi olar ki, bu dövlət qurumlarına, bu icrada işləyən hər kimdirsə, kiməsə əli çatar, bəlkə mənə kömək edər. Ən azından alimentimi tələb edə bilərəm. Çünki heç kim baxmır. Heç kim məsuliyyət daşımır və mən çox pis vəziyyətdəyəm. Başa düşürsünüz? Yorulmuşam, tükənmişəm. İstəmirəm bu qədər əziyyəti çəkmək, bu qədər yorulmaq, bu yaşımda bu qədər fikir çəkmək, bu qədər dərd çəkmək istəmirəm.